Hörmətli müştərilər, növbəti mənzili sizə təqdim edirik. Mənzil yerləşir Əziyaslama metronun düz çıxışında 17 mərtəbəli binanın 14-cü mərtəbəsində qanuni 3 otaqlı 140 kvadrat, 4 otaqlıya düzəlib, tam təmirli və təmirdən sonra yaşayış olmayan mənzili satışa çıxıb. Və mənzilin geniş xoludur, xolun yeri mərmər qranit stipoldur. Girən kimi sağ tərəfdə gördüyünüz kimi burada dekor olaraq güzgü yığılıb, silməsi var, alt hissə isə oturacağı. Sol tərəfdə isə burada gördüyünüz kimi qardirobunuzdur. Hər iki tərəfdən şkafları yığılıb. Mənzil gördüyünüz şəkildə satılır. Qazı, su, işığı daimidir. İstilik kombidə kollektor sistemi var, istipol. Sənəd çıxarışlı kupçadır. Qiymət 290 min manatdır. Realca indirim olacaq. Burası mənzilin geniş, böyük qonaq otağıdır. Mənzil nağda satıla bilir. Dövlət ipotekaya da yaralıdır. Gördüyünüz kimi qonaq otaqda TV stenddə quraşdırılıb. Kondisioner xətti çəkilib. Qonaq otağından burada balkona çıxış var. Mənzildə ümumi 2 balkonu var. Burası mənzilin mətbəxidir. Yeri istipoldur. Gördüyünüz kimi mətbəx mebeli yığılıb bu şəkildə. Mətbəx mebelinin üstü tökmə mərmərdir. Mətbəxdən həmin balkona çıxışı var. Geniş mətbəxi var. Burası isə mənzilin ümumi hamamıdır. Yeri istipoldur.